İlk öncə mən də hamını salamlayıram. Mən şəhid Murad Abbasovun anasıyam. Mən də iki oğlumdan birini şəhid vermişəm. Bugün buraya yığışmağımızın səbəbi Pəncəli balamızdır. Pəncəli balamızın simasında bütün şəhidlərin ruhları şad olsun. Allah burada şəhid anaları var. Allah onlara bol səbir versin. Nur içində yatsın şəhid balalarımız. Bu qədər. Mən də öz adımdan hamını salamlayıram. Gələn qonaqlarımızı, şəhid valideynləri, qazilərimizi, veteranlarımızı, Zəfər müəllim təşəkkür edirəm. Heydər Əliyev mərkəzində olan Reyana xanıma təşəkkür edirəm. Burada Pəncəli haqqında onsuz da dastanlar, kitablar yazılır. Bundan sonra da gələcək nəsil yazacaq. Hər bir şəhidin tarixi var. Bugün deməzdim, Cənub bölgəsinin sevincidir. Bütün Azərbaycanın sevincidir. Pəncəli Teymurovun milli qəhrəman adı hər bir ananın, hər bir bacının. Mən bir Azərbaycan xanımı olaraq, mən fəxr edirəm ki, bütün Azərbaycanda hər bir bölgədə qəhrəmanlar var, milli qəhrəmanlar var. Mən Vahimə anaya bir ana olaraq, bizim dəyərli anamız. Mən bu sevincə mən də qatılıram, bütün deyilənlərə. Sən bizim baş tacımızsan, bu da sizə olan hədiyyəmiz. Siz bu günlərə də layiq bir anasınız. Bu da Vahimə anam, bu da sizə çatır. Ülbə bacım, mən öz təşəkkürümü sizə bildirirəm. Çox sağ olun, minnətdaram sizə verdiyiniz hədiyyələrə görə. Allah sizə can sağlığı versin, Allah sizə uzun ömür versin. Çox sağ olun, minnətdaram. Gözəl anamız Ülbə xanım vətən sevdalısıdır. Hər şəhidin adına xüsusi bir hədiyyəsi var və qısa müddət ərzində çox çətin bir işdir. Qısa bir müddət ərzində çox orijinal bir iş hədiyyə edib Şəhid Pəncəlinin muzeyinə. Buyur qızım. Mən burada bizə hər zaman kömək olan özümə borc bilirəm. Qurban qardaş da o vətənsevərlərdəndir ki, bütün şəhid ailələrdə onun da əl nişanəsi var. Burada bilirəm ki, qardaşımızın da bircə biz bu sevinci yaşayırıq. Təşəkkür edirəm. Çox sağ olun, var olasınız. Təşəkkürümüzü bildiririk. Dəvətimizi qəbul edib gəldiyinizə görə. Tədbirimiz davam edir. İstərdim ki, illər arxasında, bu evdə, bu ocaqda, Pəncəli Teymurovun toyunda qara zurnaqsı ilə insanları həvəsə riqqətə gətirən el sənətkarı Əbdül kişini dəvət edən buyursun.